İndiki qızlar çox ağ eləyir. Mən də onları qudurdurmuşam. Mənim dediklərimlə razılaşmaya bilərsiniz. Amma bilin ki, mən haqlı çıxmaq üçün yox, anlayış yaratmaq üçün danışıram. Gəncləri başa düşmək, onları qudurtmaq deyil. Dinləmək hörmətsizlik yaratmır. Mən gənclərin hər etdiyini doğru saymıram. Amma hər fərqli fikri də sərf adlandırmıram. Mən demirəm hər yenilik doğrudur. Mən demirəm ki, hər köhnə fikir sərfdir. Mən deyirəm ki, zaman dəyişir, insan dəyişir, qadının istəyi də dəyişir. Bizim dövrümüzdə qadın çox şeyi içinə atırdı. O vaxt bunu səbr adlandırırdıq. İndi başa düşürəm ki, bəzən bu sadəcə məcburiyyət idi. Biz çəkmişik, onlar da çəksin deyə bilmərəm. Çünki ağrı nəsildən nəsilə ötürülməli, miras deyil. Mən qadını qadına qarşı qoymuram. Mən qadını qadının yanında görmək istəyirəm. Mənim danışdığım qudurğanlıq deyil. Mənim danışdığım dəyişən zamanla barışmaqdır. Və hər birimizin